Vətən müharibəsi şəhidi Elvin Abbasovun doğum günündə xatirəsi anılıb. Tədbir Şamaxı Şəhidlər Xiyabanında şəhidimizin məzarı başında təşkil olunub. Mərasimdə şəhidin ailə üzvləri, şəhid ailələri, Şamaxı və Nizami rayon icra hakimiyyətinin məsul əməkdaşları, təhsil aldığı məktəbin kollektivi, media nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Siz bu şəhidimizi, Elvini vətənpərvərlik yolunda böyüdürsünüz. Ona görə biz sizin qarşınızda baş əyirik. Əvvəlcə şəhid Elvin Abbasovun əziz xatirəsi dərin ehtiramla yad olunub. Məzarı önünə gül dəstələr düzülüb, ruhuna dualar oxunub. Elhamdülillah, elhamdülillah Rabbil alemin vel akibetu lil muttaqin. Çıxış edənlər Elvin Abbasovun vətən uğrunda göstərdiyi igidlikdən, onun vətənpərvərliyindən, xalqa və dövlətə sonsuz sevgisindən bəhs edərək şəhidlərin əziz xatirəsinin daima uca tutulduğunu bildiriblər. Qeyd olunub ki, Elvin Abbasov 8 noyabr 2020-ci il tarixdə Xocavənd uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb. O, 22 noyabr 2020-ci il tarixində Bakı şəhərində şəhidlik zirvəsinə ucalıb və Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib. Bala, cənnətdəki dəyişməyən mövludun mübarək olsun bala. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalı ilə təltif olunub. Onun əziz xatirəsi xalqımızın qəlbində daimi yaşayacaq. Allah rəhmət eləsin. Rəşad Aydın, AMD üçün Şamaxı.